O nə qədər şika var ay qardaş. 3 dənə sistemin içində radyomda qırıq var. 3 dənə 1 2 3 dənə var, yaşıl qırmızı. Aha. Onlarda qırıq var göstərir. Nədir o? Siqnal yoxdur. Sən baxacaq görə nədir? Ventilator pulsator qoşulub yanaşıq. Şimdi o sizlərə baxacaq da. İnjektor işığı yanında görürük. Silindi. Qaldı 2 dənəsi. 2 dənəsində problem var. Nələrdir onlar? İndi bir dənə pulsator burada. Gördünüz, avtomatik aşıqa gəldi. Söndür. Şimdi. Bir dənə də vur. Söndür. Gördünüz ki, ventilator qoşan kimi aşıqa gəldi beynə, düz gelmir. Sizə tapılacaq görə nədənli problem. Nəyə qaynaqlandı? Benzin nasosda da problem var. Çünki nəyə görə? Rel 60 qoyur, ona görə aşıqa düşür, o olacaq, ondan narahat olma. Məcburiyyət qarşısında elədir ki, benzin nasosda problem yaranmasın. Birində katalizator datçıkını göstərir, birində də motorxanada datçıkını bunu göstərir, problem var, bu xarabdır. Başqasına baxa bilirsiniz. Biri də temperaturun datçıkı problem var, bunu da göstərir. Burada datçık var gördüyünüz kimi, elektrik ventilatorundur. Ya provadasında qırığı var, zamkan eləyirik, bir-birinə dəyir, ya da datçıkın özü dəyişilməlidir, yəni onu deyir orada. Başqa hamısı yerindədir. İstədirsən gəlir. Çünki o gələcək, injektorda şey yanacaq. Aradan qalxmasa, yəni qəti şey olmayacaq, sönməyəcək. O qədər ki, məndən sizə lazım olsa, verib əlaqə saxlaya bilir. Diqqətlə görə sağlam olun.